Yenidən ikinci hissədə sizləri salamlayıram. Mən şəxsində Seydər Hüseyinli. İlk hissədə Ulduz Effak komandasının 6-0 hesablı üstünlüyü var. İkinci hissənin start fiti səsləndirilir. Bir daha hər iki komandalara uğurlar arzulayırıq növbəti hissədə. Standart vəziyyət, ikinci hissədə ilk standart vəziyyət təyin olunur. Ulduz komandasının 11 nömrəsi Ammar Əli Hüseyin topun gerisində də yaxınlaşır, zərbə endirir, gol! 7-0. Cərimə zərbəsindən də fərqlənməyi bacarır Ammar Əli Hüseyin. Böyük hesablı qalibiyyətə doğru inamlı addımlarla irəliyir Ulduz komandası. Zat Osman'ın zərbəsi yaxın küncə qalkiper təhv edir. Pola, gel baba. Gel biraz da. Pola gel. Rasim Rəfiyev vaxtında qapısını tərk edir. Hətta ötürmə alınır. Bitirdi Osman. Gel, Mehmet düşecek Pola. Çətin pozisiyadaydı. Ammar arzu olmaz fintlə rəqibini keçir. Mazerin komandası yan xəttdən topu meydana daxil edəcək. Əhməd Osman Hüseynov büdrəti bir qədər. Bravo Abdullah, presin göz bəhrəsini verir, sağ sınaqdan sürətlə irəliyir, içəriyə doğru meylənir. Ötürməsini qalkiper qarşıladı artıq. Əşçüm şansı Mazerin komandasından. Və bravo Rasim. Yenə də vaxtında özünü çatdırır. Nə qədər risk alsa da o risk komandasının dadına çatır. Eşitçim şansı Ulduz komandasına. Sol sınaqdan Abdullah. Əhməd. Sirlər topu. Eşitçim şansı Mazerin komandasından gələcək. İşin Osman Hüseynov. Qaydalar çərçivəsində rəqibindən topu almağa bacarır. Yeniden itirilir top. Abdullah Əhmədov irəliyə doğru Osman Hüseynov. Sağ sınaqdan irəliyir. Gözəl hərəkətlər. Zidan sayağı bir driblinglə rəqibini aldatmaq istədi, lakin meydan azlıq etdi artıq ona. Zat Nuri. Out. Emir, git o tarafa, sağ tarafa, sağ. Gelin kapıya. Ha, öyle. Osman. Zat. Zərbəsi Goalkeeper dəf edir bu qüvvətli zərbəni. Və Şüsüm şansı olsun təhlükəli olacaqdır.
Materin komandasının hücumçuları çata bilmədi yaxşı topu. Həmzə Məmmədli top oyuna daxil edəcək. Osman Hüseynov yeniden sürətlə irəliyir sol cinahdan. Ay. Saxlaya bilmədi özünü. Hakimə etirazlarını bildirir. Top məndən deyil də rəqibimdən meydanı tərk etmişdi, toxunuş var idi deyə. Yusuf Rüstəmov və top meydanı tərk edir. Out. Osman. Abdullah. Out. Nizat Nuri bir pauza edir. Geriye doğru ötürmə. Əhməd Əhmədli zərbəsi golkiper. Sonrasında isə qapı tirinə tuş gəlir. Yenə də alınmadı Əhməddə. Osman sürəti hesabına rəqibini adladır, təşmir edib, sol zərbə, yenə qapı dirəyi. Bugün artıq zaten böyük hesabda qalibiyyət var, öndədir. Lakin golkiperlərin dostu bu qapı dirəkləri də olmasaydı artıq 2 rəqəmlilərə keçəcəkdi hesab. Nizat Nuri ötürmə içəriyə doğru. Out. Osman yenə də topu qazanır və gol! Maraqlı gol celebration ilə gol sevincini də bizlərlə bölüşür Osman Hüseynov. Arada bir bizdə deyək də. Eldan Osman təşbih edib, daha bir zərbə. Bu dəfə golkiper təhvil edir. Pressing tətbiq edir. Ulduz komandası qola doymurlar. Osmandan daha bir qüvvətli zərbə qapçı. Əlcəkləri əlindən çıxır hətta. Dokuz oldu da deyəsən, çok deyil. Sekiz. Nizat Nuri. Abdullah zərbəsi uzaq güncə yerdə. Geri dəqiq bir zərbə olur. Abdullah Əhmədovdan.
İndi Abdullah tək toxunmuş ötürmə. Bu dəfə qapçı özünü çatdırdı. Gün zərbəsi yerinə yetiriləcək. Nicat Nuridən içəriyə doğru bir asma. Daha bir zərbə müdafiəçilərdən blok gəlir. Digər cinahdan altı yerinə yetirəcək. Ulduz EFA komandası. Hayır, yapamam, kola. Abdullah. Göründür kaçma. Abdullah'dan gözəl hərəkətlər. Zərbəsini dəf etməyə bacarır bu dəfə də qapçı. Osman. Uzaq küncə endirilmiş zərbə. Bir qədər geridə olur. Ammar Əli Hüseyin. Bu dəfə olmadı Ammar. Bu dəfə olmadı. Osman Hüseynov, Əhməd Əhmədli Abdullahla oynuyor. Atılan zərbə. Ammar Əli Hüseyin bir rəqibdən sıyrıldı. İkinci rəqibdən də gözəl şəkildə sıyrılmağa bacarır, ötürmə edir. Əhməd Əhmədli və gol! Nəhayət ki istəyinə nail olur. Ulduz komandasının 6 nömrəsi Əhməd Əhmədli. O da fərqlənməyi bacarır. Bir neçə dəfə cəhd etsə də hələ nail ola bilməmişdi, amma Hüseynə nail olur. Yenə də Osman Hüseynov. Bravo Osman. Bəli, artıq 2 rəqəmlilərə gəlib çatıldı. Böyük hesablı qalibiyyət. Çox yaxındılar. Ulduz EFA komandası bu böyük hesablı qalibiyyətə. Osman, daha bir zərbə, qalkiper, Əhmədin zərbəsi. Qaptan xeyli maralı keçir. Abdullah çox gözəl şəkildə toprağım edir. Əhməd Əhmədli bir növ ötürmə xarakterli zərbə indirir. Vahid. Osman zərbəsi bu dəfə də qalkiper dəf etməyi bacardı. Abdullah yanında Əhməd bir rəqibdən sıyrılır. Lakin büdrəti bir qədər ötürmə edərkən. Şimdi öndə pressing tətbiq edirlər. Doymurlar həqiqətən də. Qola doymurlar. Artıq rəqiblərinin qapısından 10 gol, 10 top keçirdiblər. Yenə də qol istəyirlər. Fərid, bax gör necə qaçırlar. 2 də oyun Düzdən zərbə yerinə yetirir, ötürmə gəlir, toxunuş yoxdur. Digər cinahdan başla. out. Bizdəydi axı yoldaş Akif.
Əhməd Əhmədlinin zərbəsi qol Kipr. Tələsmə. Çətinliklə də olsa topu tutmağı bacarır. Murat yerə sal. Eyb yox, eyb yox. Osman. Zərbəsi və toxunuş var rəqibdən. Davi Küncdən zərbə. Üstdən Cəkan göz ötürmə. Nicat Nuri. Kimsə bildirir, hər şey qaydalar çərçivəsindədir. Epizodda, amma burada isə Əhməd Əhmədi qaydanı pozub. Rəşad, ol, ver Rəşad Bir sənə. qədər emosional oyuncudur. Əhməd Əhmədi az öncə də bunu gördük və penalti. Bəli, daha bir penalti. Bu maçda 3-cü penalti təyin olunur. Kim vuracaq? Osman Hüseynovdu. Kimdir bu? Maçı zərbə endirir və qapı direği. Qapı direği qola mane olur. Bu qapıcı Həmzə deyil. Mazerin komandası adına təəssüflə bildiririk ki, nəinki qol vurmaq, heç qolkiperləri narahat edə bilmədilər. Çünki Ulduz Efa komandası isə istədiyi oyunu nümayiş elətdirdi və bunu elə demişdi ki, Əhməd Əhmədli son anda kritik müdaxilə özünü çatdırır. Az qalsın Mazerin komandası sanki bizim bu sözümüzü eşidib fərqlənəcəkdi ki, Əhməd Əhmədli deyir, mən elə buradayam. Əhmədin özü ölməyib ki. Məşhur filmlərimizdən. Həmzə sıyrılır bir rəqiblə. İçəriyə doğru ötürmə, lakin alınmır. Əhməd. Solsuna gözəl ötürmə, Nicat Nuri. İtirir topu, lakin Amar pressing tətbiq edir və gol. Daha bir gol. 11-0. Aman tanrım, nələr baş verir. Nələr baş verir. Böyük hesablı qalibiyyət. Mazerin komandası adına isə böyük hesablı məğlubiyyət. Amar Hüseyin. Demək eritəkdir, başın pressing tətbiq edir, sonuna qədər mübarizə aparır. Nicat Rüstəmov, daha doğrusu Yusuf Rüstəmov idi bu. Məsəl özü yan xətdən meydana daxil edəcək. Son 1 dəqiqə məncə.
Hakim əlavə dəqiqə. Əlavə dəqiqələr olmazsa hakim tərəfindən təxmini son 1 dəqiqə qalması görüşün açmasına. Az olar, çox olmaz. Əhməd. Nicat. Sol sınaqdan var. Boşluqda görür Amarı. Sıyrıla bilmədi rəqibindən. Çünki qapıdan zərbə. Ammar Hüseyin zərbəsi. Qalkiperdən qaydan top. Nicat Nuri. Çətinliklə də olsa zərbə endirir və beləliklə maç yekunlaşır. Ulduz FA komandası böyük hesablı qalibiyyətə sevinən tərəf olur. Biz də reportajımızı bununla da sona çatdırırıq. Sizinlə mən idim şəhsiniz. Eydər Hüseynli növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.